Yeni ilə sayılı günlər qalıb. Yolkaları quraşdırıb Benqal çıraqlarını hazır saxlamışıq. Bu il nə ilə keçdi, nə ilə yadda qaldı, detallarını danışmaq istəmirəm. Dünən təyyarə faciəmizin anım günü idi. Bizim iki xanım bələdçimizdən biri, Hökmə xanımın şəhid olduğu faciə. Bəzi paylaşım eləyən jurnalistlərə səslənirəm. Əzizlərim, o təyyarə qəzaya uğramayıb, vurulub. Təyyarənin elə dəhşətli şəkildə yerə çırpılmasının səbəbi də Rusiya ərazisində uçarkən vurulması idi. Bizim iki şəhid pilotumuzun əməyi sayəsində təyyarədən sağ çıxan insanlar oldu. Yoxsa oradan bir nəfər sağ çıxmazdı. Allah o faciədə dünyasını dəyişmiş insanlara rəhmət eləsin. Heç bir xalqa, millətə belə dəhşət yaşatmasın. Təəssüf ki, pis xəbər həmişə gündəmdə olur. Deməli, Gəncədə asan xidmətə daxil olmaq istəyən adam detektor vasitəsilə yoxlanılıb və siqnal səsi gəlib. Adama təklif eləyiblər ki, yenidən turniketdən keç. Bundan sonra da vətəndaş davadalaş yaradıb. Mühafizəsi ilə əlbəyaxa olublar, plakandan yıxılıblar. Bir dənə turniketdən keçmədiyi üçün 10 sutka həbs olunub. Asan xidməti tikiblər ki, sənətçünə dişimiz asan olsun. Onu da özümüz çətinləşdirmişik. Təzə ildən gözləntim odur ki, pis hadisələrə, pis adamlara həsrət qalaq. Siz yazın görək təzə ildən nə gözləyirsiniz?